Azərbaycanda 47 kişi zorakılığa məruz qalıb. 2026-cı ilin ilk 6 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 292 müraciət daxil olub. Bu barədə komitənin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib. Müraciət edənlərin 230-u qadın, 47-si kişi, 15-i isə uşaq olub. Müraciətlərin böyük əksəriyyəti fiziki və psixoloji, bir qismi isə iqtisadi zorakılıq halları ilə bağlıdır. Komitədən bildirilib ki, müraciətlər operativ şəkildə araşdırılır, zərər çəkmiş şəxslərə hüquqi, psixoloji və sosial dəstək göstərilib. Zəruri hallarda aidiyyatı dövlət qurumları ilə koordinasiya aparılaraq mühafizə və müdafiə mexanizmləri tətbiq edilib. Dövlət Komitəsi məişət zorakılığı ilə mübarizədə hüquqi müdaxilə ilə yanaşı maarifləndirmə, erkən müdaxilə və institusional əməkdaşlığın da mühüm əhəmiyyət daşıdığını vurğulayıb.